Məlumat üçün bildirmək istərdim ki, son 16 ildə, yəni sonuncu dəfə 2009-cu ildə qatarlar arasında interval azaldılaraq 30 cütlük iş prinsipinə keçid həyata keçirilmişdir ki, artıq bu gündən etibarən qatarlar arasında interval daha da azaldılaraq 1 dəqiqə 52 saniyə təşkil etməklə 32 cüt qatara keçid almış olduq. Buna necə nail olduq? Deməli, ilk öncə kağız daşıyıcıdan ibarət olan hərəkət qrafiklərinə imtina etdik və yeni rəqəmsal proqram təminatına keçid aldıq. Eyni zamanda mövcud infrastrukturdan maksimum istifadə etməklə işarə vermə sistemləri və idarə etmə sistemlərini optimallaşdırdıq və təbii ki, tələb olunan sayda yeni qatarlarımızın sağlamlaşdırılması istiqamətində addım atdıq və artan qatarlarımızın sayına uyğun olaraq maşinist tələbatını qarşıladıq və mövcud maşinistlərimizin təlim məşqləri keçirərək təcrübəsini daha da artırdıq.